Xırdalanın ən elit binasından sizə bir dənə mənzil çıxartmışam satışa. Tam mərkəzdə. Niyə ən elit deyirəm bura? Xırdalanın tam mərkəzi, Heydər Parkın yanı. Sənət Kupça, ən baxımlı bina. Hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Bir daha dəyərli müştərilərimiz. Qanunlu çotaqlı, əşyalı elektronika xaric. Bütün əşyalar qalır, yalnız elektronika çıxacaq. Radnoy çotaqlı, ümumi sayısı 90 kvadratlı. Və Radno otaq kimi də mənzil sahibi saxlayıbdır. Hündür mərtəbəli, 17 mərtəbəli bina 15-ci mərtəbəsində yerləşir. Orta mənzildə küncə düşmür və baxışı Heydər Əliyev prospektindədir. Bu bina Qrafmart adlı marketinə görə tanınır. Tam mərkəzdir, ən elit binadır. Yer üstü parkingi var. Ondan sonra 2 də Sigma lifti, 24 saat mühafizəsi və nəzarət yaxşıdır, həm də baxımlı binadır. Bəzi binalar var, dəyərli müştərilər, baxılmır. Amma bu bina çox baxımlı binadır. Hər həftə 6 gün bu blokları təmizləyirlər. Keçək nəsə, mənzilimizlə sizi tanış edeyim. Mənzilimizin qonaq otağıdır, isti sistemi kombidir. Müəllimimizin dəhlizi hissəsidir. Girişdə burada giriş dəhlizi, sanitar qovşaqları ayrı-ayrılıqda yerləşir. Bəzi müştərilərimiz var, Radnoy çotaq bu dəqiqə ən çətin tapılan proyektlərdən. Çünki niyə? Çox adam predelka edir, mənzil sahibi burada predelka yoxdur. Qanun çotaq kimi qalıb. Və burada sanitar qovşağı, maşallah, sanitar qovşağının hər ikisi çox genişdir. Hədsiz dərəcədə genişdir və mənzilimizin mətbəx hissəsindən sizi tanış edeyim. Mənzilimizin mətbəxi geniş belə bir mətbəxi. Mətbəxdən eyvana çıxışı, eyvan hissəsinə çıxmıram. Eyvandan Heydər Əliyev prospektinə baxışdır. Prospektə baxır bu mənzil. Və satış nağd satışdır. Bəri başdan deyim, dəyərli müştərilərimiz. Keçək sonda sizə yataq otağından sizə tanış edəcəm. Keçək mənzilimizin yataq otağından burada da yerləşir geniş bir yataq otağı. Geniş bir yataq otağı var. Dediyim kimi elektronika xaric bütün əşyalar qalır. 90 kvadrat start qiymət 135.000 manatdan satışa çıxdı. Real müştərilərə düzdür, endirim nəzərdə tutulub. Mənzillə bağlı nə sualınız olsa bizə müraciət edə bilərsiniz. Bugünlük bu qədər, sağ olun, var olun.